Görəsən niyə qadınlar stresli olanda şirniyyat, kişilər isə dava axtarır? Əslində bunun səbəbi tamamilə biolojidir. Elmi araşdırmalara görə kişilərin beynində xoşbəxtlik hormonu olan serotonin ifrazı qadınlara nisbətən orta hesabla 52% daha çoxdur. Qadınlarda isə beyin əksik olan bu serotonini bərpa etmək və xoşbəxtlik hissini artırmaq üçün avtomatik olaraq şirniyyata ehtiyac duyur. Yəni bu iradəsizlik yox, beynin tələbidir. Digər tərəfdən, qadınların beyninin ön hissəsi, yəni qərarları və duyğuları idarə edən frontal korteks daha qalındır. Bu da qadınlara bəzi hallarda daha yaxşı özünü idarə etmə və daha yüksək sosial həssaslıq verir. Yəni qadınlar kişilərə nisbətən sözlərinə və hərəkətlərinə daha çox diqqət edirlər. Davaya nadir hallarda girişirlər. Buna görə də növbəti dəfə kimisə davranışlarına görə qınamazdan əvvəl sadəcə bir anlıq dayan və özünə sual ver ki,